Herkese salam. Bugün KFC toyuq hazırlayırıq. Əvvəlcə toyuq ətini resept üçün hazırlayaq. Qaba 1 litr soyuq su, 2 yemək qaşığı duz, 1 yemək qaşığı şəkər tozu və 2 yemək qaşığı alma və ya üzüm sirkəsi əlavə edib qarışdıraq. Mən reseptdə toyuq budu istifadə etdim, ancaq bu qayda ilə qanat və ya filədə hazırlamaq olar. 1 kiloqram toyuq ətini buraya əlavə edib qabın üzərinə örtürük. Bu şəkildə soyuducuda ən az 4 saat gözlədirik. Bunu həm gigiyena, həm də ətin yumşalması üçün edirik. 4 saatın ardından əti sudan çıxarıb mətbəx kağızının üzərinə düzüb quruluyuruq. Ət qurumağında olsun, biz isə bulamacını hazırlayaq. 1 stəkan yarım unu və yarım stəkan qarğıdalı nişastasını ələkdən keçiririk. Üzərinə 1 yemək qaşığı duz, 1 yemək qaşığı şirin toz qırmızı biber, 1 yemək qaşığı toz sarımsaq və yarım çay qaşığı qara istiot əlavə edib qarışdıraq. Zövqə görə toz acı biber və toz halında soğan da əlavə etmək olar. Bu qarışımı ortadan ikiyə ayırırıq. Bir hissəsini başqa qaba əlavə edirik. Bu hissəyə 1 paket qabartma tozu, 2 ədəd yumurta və yarım stəkan soyuq su əlavə edirik. Topaq qalmayana dək qarışdırırıq. Toyuq ətini əvvəlcə bu qarışığa batırırıq. Ardından hər tərəfini ədviyyatlı una bulayırıq. Bu reseptdə toyuq əti bol yağda qızarmalıdır. Buna görə də yaxşı olar ki, qızartma üçün dərin qabdan istifadə edəsiniz. Qazancaya 1 litr duru yağ əlavə edib qızdırırıq. Ətin bir hissəsini əlavə edib vam modda tam 15 dəqiqə qızardırıq. Həmçinin qeyd edim ki, 1 kilo ətin hamısını bir dəfəyə qazana əlavə etməyin, hissə-hissə bişirin. Və budur. Üzəri xırçıltılı, içi sulu, çox ləzzətli KFC toyuğumuz hazırdır. Mütləq hazırlamağınızı tövsiyə edirəm. Əffinizə sığınaraq xırçıltısını və içərisinin necə bişdiyini də göstərmək istəyirəm. Çox dadlıdır. Mütləq və mütləq siz də yoxlayın. Əgər videonu bəyəndinizsə, like edib, rəy bildirib, yaxınlarınızla bölüşməyi unutmayın.